Mən Trampdan xahiş eləyirəm, yalvarıram. Girovları geri qaytarmaq üçün bizə kömək eləsin. Netanyahuya bacardığı qədər təzyiq göstərsin. Mənim Qəzzada girov olmuş oferim fevralda Trampa görə evə qayıtdı. Ona görə də ondan hər hansı təzyiq göstərməsini xahiş edirəm. Trampın gəlişinin yaxın şərqdə dəyişikliklərə səbəb olacağına inanıram. Düşünürəm ki, onun etmək istədiyi hər şey yaxşıdır. Hökumətimizin də bu prosesin bir hissəsi olacağını gözləyirik. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın yaxın şərqə səfər ərəfəsində baş verənlər onun İsrailin baş naziri Benjamin Netanyahu ilə arasında münasibətlərin gərginləşməsi xəbərləri fonunda cərəyan edir. NBC News məlumat yayıb ki, son həftələr İsrail və Amerika Birləşmiş Ştatları münasibətləri İran və Fələstin məsələsində fərqli mövqelər səbəbindən gərginləşib. Qəzza zolağı məsələsində Amerika lideri atəşkəsin bərqərar olmasını tələb edir. İsrail isə anklavda hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Qeyd olunur ki, Trump İsrailin Fələstindəki hərbi əməliyyatlarını boş səylər hesab edir. Fələstin dövlətinin birtərəfli qaydada tanınması təşəbbüsü ilə bağlı danışıqlar olub. Bu cür təşəbbüslər konstruktiv deyil. Əksinə, bu yalnız Həmas terroru üçün müsbət rol oynayacaq. Birtərəfli qaydada bunu etmək cəhdi yalnız ikitərəfli prosesin gələcək perspektivlərinə zərər verəcək və buna cavab olaraq bizi birtərəfli tədbirlərə sövq edəcək. Bu olduqca ciddi bəyanatdır. Deməli, İsrail Qəzzadakı əməliyyatların davam etdirilməsində israrlıdır. Baxmır ki, Trump nə düşünür? NBC News onu da qeyd edib ki, Netanyahu İranın nüvə obyektlərinin fiziki məhv edilməsinə hazırlaşır. Trump isə nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlmək istəyir. Oman danışıqlarında irəliləyiş olduğu görünür. Lakin Netanyahu İranla hər hansı danışıqların vaxt itkisi olduğunu bildirib. İsrail tərəf hesab edir ki, İran hazırda çox zəif vəziyyətdədir və danışıqlar Tehrana mövqelərini gücləndirmək üçün vaxt qazandıra bilər. Yalanlar bir neçə gün şou göstərir, özünü nümayiş etdirir, amma mütləq o bir gün sonra yox olacaq. Buna heç bir şübhə yoxdur. Hazırda şahid olduğumuz görüntülər, onların Suriyada və ya başqa yerlərdə etdikləri hərəkətlər güc əlaməti deyil. Əksinə zəifləmələrinə gətirib çıxaracaq. Netanyahu və Trump arasında gərginlik xəbərlərinin ortaya çıxdığı məqamda Birləşmiş Ştatlar prezidenti sosial şəbəkədə yazdı ki, 2023-cü oktyabr ayından girov saxlanılan Amerika vətəndaşı Edan Aleksandrın ailəsinin yanına qayıtmasında Birləşmiş Ştatlar və vasitəçilərin, Qətər və Misirin səyləri var. O, ümidvar olduğunu bildirib ki, bu səylər münaqişəyə son qoymaq üçün lazım olan son addımların ilkidir. İndi baxaq İsrailin baş nazirinin sosial media paylaşımına. Netanyahu yazdı ki, Edan Aleksandrın qarşılığında heç bir şey alınmadan azadlığa buraxılması Prezident Trump'ın dəstəyi ilə apardığımız güclü siyasət və İsrail ordusunun Qəzzalılara təzyiqi sayəsində mümkün olub. Daha sonraki sosial media paylaşımlarında İsrail hər hansı atəşkəs və terrorçuların azad edilməsi öhdəliyi götürməyib. Danışıqlar atəş altında döyüşlər getdiyi zaman davam edəcək yazılıb. Diqqət edin, paylaşımlarda Trump vasitəçilərin adını çəkir, İsraili qeyd etmir. Netanyahu isə girovların azad olunmasında İsrailin təzyiqinin rolundan danışıb və Qəzzada mübarizənin davam etdiriləcəyini bildirir. İndi ümid qalır Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın mayın 13-dən 16-sına kimi davam edəcək yaxın şərq turuna. O, Səudiyyə Ərəbistanında tədbirlərdə Birləşmiş Ştatların yaxın şərqdəki rolu və məqsədləri ilə bağlı öz baxışını təqdim edəcək. Ola bilər ki, bu səfər nəticəsində bir yol tapılacaq. Netanyahu və Trump bir-birinə razı baxışlarla baxa biləcək.